Məhsuldarlıqla bağlı təcrübə paylaşımlarının növbəti videosu. Beyni yaddaş üçün yox, düşünmək üçün istifadə etmək. Bu fikir, bu yanaşma mənim öz təcrübələrimdən ortaya çıxmış bir fikir, yanaşma deyil. Daha çox başqalarından oxuyub öyrəndiyim bir yanaşmadır. Lakin mən özümdə tətbiq edirəm və faydasını çox görürəm. Nə deməkdir bu? Beynimizin bir çox funksiyası var. Bunlardan bu videoda ikisi haqqında danışacağıq. Biri yaddaş, biri isə düşünmə qabiliyyəti olsun. Və mən düşünürəm ki, gün ərzində ağlımıza hər hansı bir fikir gəldikdə bunu beynimizdə saxlayarkən əslində biz beynin düşünmək üçün olan o hissəsindən müəyyən qədər fədakarlıq etmiş oluruq. Yəni bir ideya gəldi, deyirik ki, bunu icra eləyərəm, bunu daha sonra fikirləşərəm və bunu daha yaxşılaşdıraram və işimizə davam edirik. O işimizə davam eləyərkən artıq biraz əvvəlki biz olmuruq. Müəyyən qədər beynimizin bir hissəsi o ideyaya, o ideyanı saxlamağa, o ideyanı unutmamağa yönəlir və biz fokusumuzdan itirmiş oluruq. Buna görə mən ağlıma gələn, istənilən kiçik, böyük ölçülü ideyanı və ya hər hansı bir video məzmununu, dostumla bölüşəcəyim bir fikri və s. hamısını qeyd edirəm. Qeyd eləmək üçün isə fərqli alətlər istifadə edirəm. Buna WhatsApp-da özümün olduğu bir qrup aiddir. Bundan əlavə telefondakı ChatGPT proqramının bir çatını bu məqsəd üçün ayırmışam. Ona mən səsli olaraq deyirəm və orada bir növ prompt elə qurmuşam ki, mənim üçün onu qeyd halına salır və saxlayır. Daha sonra isə həm WhatsApp-da olan qeydlərdən, həm də ChatGPT-nin bu chatından qeydlərimi əsas saxladığım yer olan Notion-a köçürürəm. Və orada daha səliqəli bir növ, hər birinin öz kateqoriyasına uyğun müəyyən səhifələrə və ya müəyyən cədvəllərə əlavə edirəm. Bu gün sizlə ağlıma hər hansı bir ideya gəldikdə bunu qeyd etmək təcrübəsindən bölüşdüm. Bu arada bu bilinən bir praktikadır və hətta second brain anlayışı var. Bu second brain anlayışını araşdırsaz, oradan da maraqlı məhsuldarlıqla bağlı özünüz üçün bacarıqlar qazanmış olarsınız. Sağ olun, sağlıqla qalın. Ümid edirəm video faydalı oldu.